Salam, hər vaxtınız xeyir olsun qızlar. Necəsiz, nə var, nə yox? Keyfiniz, əhvalınız bu günlərdən 31 dekabrdır. Dünənləri salat eləmişik. Nəzin əslində nəzin salat eləyib. Səhər-səhərdə durdum. Səhər-səhərdə durdum, şey elədim, siz deyin. Lavaş salatı elədim. Bu günləri evdə olmadığımız üçün ona görə çox elə bir şey eləməyəcəm. Blinçik eləyirəm. Dünəndən eləmişəm, bütün yapışıb. Fəri videoda çəkə bilmirəm. Gün ortalar suyumuzu kəsirlər. Heç nə eləmək olmur. Çəkiliş heç nə çəkə bilmirəm, heç nə eləyə bilmirəm. Ona görə belə tez bazar yemək pişirmişəm. Ya hovusu o axıdacaq. Onu, nə bilim, onun altına nəsə qoy, bankadan zaddan qoy. Və orada aşağıda banka var. Hə, qızlar, siz nə edirsiniz? Sizin hər birinizin yeni iliniz mübarək. Neçə birə gözəl bayramlara çıxasınız. Ailənizlə birlikdə xoşbəxt gün görəsiniz. Can sağlığı, uzun ömür. İnşallah yeni il hər birinizə düşərli olsun. Kimin ki nə arzular var, hamısı çin olsun. Hər bir evdən uşaq səsi gəlsin. İnşallah 2026-da əskərlərimiz gələn il öz evlərində keçirsinlər yeni illərini. Amin, amin, amin inşallah. Deməli qızlar, işıqdan keç nəzrim. Tavam yox idi, qonşudan götürmüşəm dəmir tavanı, bilicik tavanı. İndi görək, bu da çox balacadır, başqa əlac yoxdur. Evdə olmayacaq bu günləri, ona görə dediyim kimi. Hə? Yapışır o. Nənədən götürdüm, o da yapışır. Günləri evdə olmayacaq, aş da əslində eləməliydim. Da eləmədim. Xaladenik bilirsiniz ki, məndə balacadır, devləşməyəcək içərisinə. Ona görə dedim ki, sabahları eləyərəm. Biri aşı pişirərəm, o da evdə olmayacaq. Saat 2-nin yarısında çıxacaq. Saat neçədir? Saat 12-nin yarısıdır. Bir dənə blinçik eləyim. Всё. Nəzim, düz şeyin qabağında qalır. Işıq yandı oradan. Ya da oranı aç, pərdəni. Hə. Bir də bilmirəm neçədə gələcək axşam. Ona görə süfrədə biraz olsun. Dedim pişireyim. Sən nə olan altını söndürdün? Hə, var belən içinə. Siz nə edirsiniz, nə pişirmişsiniz, nə hazırlıqları görmürsünüz qızlar. Yəqin ki bu video qat-qat sonra paylaşacağım. Hə, evləri də silmişəm, evləri tərtəmiz eləmişəm. Əsas evlərdir. Evlər bir kimidir. Bunu hər dəfə deyəsən yağlamaq lazımdır. Deyəsən bunu yağlamaq lazımdır hər dəfə. İlk dəfədir belə tavada, o köhnə tavalarda şey eləyirəm. Blinçik eləyirəm. Şuna bax. İndi o biri tərəfdə eləyəcəm də, hövsələn olsun. Blinçiki axşamdan hazırlamışam. Axşam gördüm su kəsildi, tava da alınmır, yapışır. Qoydum qırağı. Dedim ki, səhər-səhər doğurum. Səhər doğmuşam 8-in yarısında. Qaynanama zəngiləmişəm. Ondan bir dənə başqa bir dənə tava götürmüşəm, o da yapışır. Gələ bir özünü də blinçik tavası alım. Bir dənə yox, gələ 2 dənə almaq lazımdır ümumiyyətcə. Bunları hər dəfə yağlamaq lazımdır ki, yapışmasın. Qəşəng tavadır ya, püstür. Prosta bir dənə balacadır. Görürsən? Uşaqlar da gec dururlar. Heç bilməm bir günləri gedəndə video çəkə biləcəm, yoxsa çəkə bilməyəcəm. Niyə belə olur? Ayağıma bir corab deyim. Baxın, bir neçə dərsini eləmişəm.
Açıram artıq. Görürsünüz. Bu boy mənim üçün daha idealdır da, bu boy. Kusu yapışdı da. Yapışdı da, neyim? Bundan 4 dənə ancaq alındıra bildim, hə? Yapışdı da, alınmadı. Bir dənə qalıb çaydanın içini dənglərdən. Tez sən onu bir tutar, bu qabırıya. Bir de size yolkamı da göstereyim. Göstermeyeceğim. Ona geçen yaptık şey kokuruyor. Temiz değil mi? Gelin bakın kızlar, gelin de buna eləyim. Ha? Bir tane yoxlayaq, bir tane onu yağlayayım. Ama başlayalım. Qardaşı yemədi, istəmir. Bir tane. Uy. Əridərəm indi. Ne çok önemli sana. Nəyi? Böyle yerden. Böyük nədir? Böyle günlüklerine çok önemli. Ha, öyle oldu da. Oo, bu da kız bana şey verir. Məzələnir. Bismillah. Ne geçen? Trellis. Geçen 3 dəfədir belə, onu demə. O gün bu bilinçik mənim başıma oyun açdı. Görürsünüz. Alınmadı. Tapışdı ancaq bir dənə ona. Bəlkə deyirəm xəmirdə nəsə todur. Amma həmişəki kimi eləmişəm də. Bu niyə belə işlədir? Adi gün elə günən eli qəşəng çıxacaq ki, indi istəyirəm süfrə qəşəng olsun, alınmayacaq. Elə davran ki, bezmə deyilət olur. İş orasındadır ki, vaxtı da çatdırmalıyam ki, ucu hazırlaşaq da. Gör, elədir ki, işin tərsliyidir hamısı. Saat 1'e kimi çatdırdım. Ha. Fincanı tadını hazırladım. Sən stolu düzərsən də. Stolu düzmüşəm, mən prosta boşqab qoyarsan, sokus süzərik, yaxşı sok qoyarsan, stəkanlar qoyarsan ki, gedib gələndə bir də onlarla şey eləməyək, oynamayaq. Düzgünə gidiyor. Oldu. Dırka. Bakın. Ay kız bu alın mı? Bu nedir? Bu nedir? Yok hayır. Söndürürüm onu. Belə də şey var, belə. Ben salamat edibdən bunu tez-tez eləyim. Ama bir yaxşı şey var. Bunun önüne bir misafir çıxar. Sen ne çok güzel. Beş, altı, yedi, sekiz, dokuz, 10, 11, 12, alırız. Çok güzel. Beş zamanda çok güzel.
Qızlar, bu da bizim qonaq otağımızdır. Belə bir abu hava yaratmışam. Ondan sonra belə bir hər yer tərtəmizdir, qəşəngdir. Burada belə zəllər asmışam onları. Sonra belə yolkanı belə qoymuşam. Bu belədir. İndi hələ ki şey qoymamışam da, elə bir şey ortaya qoymamışam. Məndə vazgeçilməzim mandarin mütləq olmalıdır yeni ildə. Belə bir dənə stol düzəldəcəyik. Və divan üçün belə bir şey aldım. Örtü kimi istifadə elədim. Yəni 2 nəfərlik kravat aldım. Bizim divan biraz bilirsiniz ki köhnədir. Həm də ki belə enlidir də. İmində dospalli kravat üçün belə örtük yarıyır, gedir. Onu da götürdüm, belə elədim. Əslində mexli şey istirdim almaq, yastıq özləri. Onu da alacağım. Prosta çatdırmadım. Və belə. Evlər təmizdir, gül kimidir. Bunu da belə eləmək də olar. Və belə. Hər kəsə yeni ildə yeni il hər kəsə düşərli olsun qızlar. Quşlarımızı da göstərim ki, mühtanlarım mənim. Bunları da bəzəmişik. Nədir? Yemləri qutarıb. Yem qutarmışdı sizin canım. Sizə yem verərəm indi. Kızlar, sabahınız xeyir olsun. Yanvar ayının hər kəsi salamlayıram. Necəsiz? Səhər-səhər qrinki eləmişəm. Uşaqlar yeməklərini yeyiblər. İndi buraları yığışdıraq, təmizləyək, qabları yuyaq, aş eləyəcəm. Dediyim kimi bayramda aş eləməmişdim. Elə qonaqlığa getdik. Heç evə gəlib heç fəhri yemək də yemədik. Günləri ayın ikisidir. Bu videonu birləşdirəcəm ayın 31'ində çəkildiyim videoya. Elə bir şey çəkə bilməmişəm, ancaq tez-tez blincik çəkdim onda. Vəsə. Bir dənə lavaş eləmişdim, bir dənə salat eləmişdim və salam qutardı, getdi. Burada da toyuğu bastırma eləmişdim, amma pişirməmişdim. Elə yaxşı ki, elə pişirmədim. Günləri indi bunu tez bazar hazırlayım. Və salam. Qablarımızı yuyaq. Amma qablarımızı yumamışdan qabaq deməli aşın suyunu qoyacağam qaynamağa. Bunu qoyum bu yana. Aşın suyunu qoyacağam qaynamağa.
İşte o qaynaya tez düyünü yuyacağım, sonra başlayacağım qabları yumağa. Neyinirsiniz, necəsiz? İnşallah hər biriniz yaxşı olasınız. Biz də şükür Allah'a yaxşıyıq. Hava çox soyuqdur, bayaqları qar yağdı. İndi kəsib. Burada doğramışdım deyə bütün çörək qırıntılardır. Elə bir ki, çörəyi ayın 30'u eləmişdim. Mən dedim, ən yaxşısı elə o çörəyi qrinki eləməkdir. Şimdi bir də bunu yığım. Gəlin, ışığı da yandıraq. Biraz ürəyimiz açılsın. Ən sevmədiyim şeydir ki, pərdə belə pis yansın. O məndə mütləq yanmalıdır, qəşəng. Açıq olmamalıdır. Belə azdan çoxdan soyuğun qarşısını alır, qabağını alır. Bunları yumaq lazımdır. Demək qızlar, düyünü yudum, suda qoymuram. Döşəməli plov eləyəndə mən suya heç vaxt qoymuram. Bunları da sildim, yer-beyir elədim. Bir an qaldı, bunları qoyacağam. Bura qoyacağım. Bura o qədər mənə üçün rahatdır ki, dünənləri axşamda neynədim? Bunu belə qoyaq. Koyaq. 2 dəqiqə. Belə. Dünənləri neynədim? Qızlar, qaşıqlarımı hamısını gətirdim, qoydum bura. Hamısını qoydum bura. Məsələn, qonaq zat gələndə qaşığı hamısını buradan götürəcəm. Çox rahat oldu. İndi gözləyirəm bir dənə su qaynasın. Bunları düzüm, ondan sonra buranın polunu silim, süpürüm əvvəlcə, sonra da polu silim. İndi də istəyirəm bu stulu aparım, bir dənə aşağı hissəsini bir dənə yuyum. Bu nəsə gözümə batır hamamda. Qəşəng yuyum onu, sonra qurusun gətirim qoyum bura. Toz olub bura. Heç ora fikir verməmişəm, indi fikir verim, baxın. Görsünüz. Bunu aparım o yana. Bunu yum. Sonra buraları süpürüm. Polu sil. Onsuz da pollar zatlar hamısı təmizdir. Bir dənə evdə yatan var. Oyansınlar. Bunun otağına plisoslayarıq. Otaqlar bir dənə plisoslamaq lazımdır. Sonra sabah da mebillərin üstünü silərik. Ondan sonra nə qalacaq? Bir dənə bu dənə bundan ala bilmirəm. 2-3 dənəsini gəlib bir dənə bundan alım. Hava da soyuqdur, çıxmaqda xot yoxdur. Mən bunları eləyim, gedim onu hamamda yuyum. Sonra da pollarzadı sorum silərik. De qızlar,
Yudum onu da. İçərisinin yerini yudum, təmiz elədim. Все, yemək pişsin, hamısını qoyum. Ondan sonra buraları süpürək. Kızlar belə düyünü süzdüm. Elə biraz çox pişdi. Çox pişmədi, biraz bir bağ alacaq pişib. Bir bağ alacaq. Deyim ki, çox şey olub. Həll olub, yox. Yaxşıdır. Və yadımdan çıxdı. Keçən dəfə bir dənə görmüşdüm. Düyünü pişəndə içərisinə biraz dolu yağ da tökürlər. Bir də siz deyin. Yaxşı olmadı. Nə deyirəm ona? Polu süpürdük. Pol elə də kiri deyil əslində. Elə də kiri deyil. Bir dənə bundan alacağım. O dostuma çəkilib nəsə aldım götürəcəm. Bir də sizə bir dənə şey deyim ki, bu var ha, bu. Bu bilsiz nədir? Dəhşət bir şeydir. Pol siləni, ümumiyyətcə hormon, bütün kosmetik vəsifələri mən elə də bəyənmirəm. Amma ərk üçün olanı, pol silmək üçün damlasıdır, superdir, əladır. Yəni, yenə görüm nə vaxt alınsa gedib yenə götürəcəm, mama üçün də götürəcəm. Biraz tökürsən, qızlar, həm evdən qəşəng qoxu gəlir. Üstəlik də ki, tozu evə belə deyim də, tozu çox gec, evə toz gec yatır. Bildiyiniz yerə, ora, bura. O qədər qəşəng. Mən o qədər gün bəyənirəm ki, deməli, vedrəni də 30'u almışam, təzə almışam.
Harda 16 manat 50 qəpiyə almışdım. Mama gildə gördüm, xoşuma gəldi. İstifadə elədim, qəşəngdir, yaxşı idi. Məndə pul silən vedrə xarab olmuşdu. Atmışdım. Ona görə bunu aldım. Bir dənə bunun minusu nədir? Bu saçaqları yoxdur, zəifdir. Bundan bir dənə başqasını almaq lazım mənim üçün. Bir də mebelin polu siləndə o başdan başladım, bu biri tərəfdən, küncdən. İndi keçəcəm bu biri küncə, sonra beləsinə gedəcəm. Əslində bu pol siləndəki bir dəfə istifadə eləmişəm. Sonra bunu qoymuşdum xlorlu suya. Amma xlorlu suya qoydum, heç ağarıb zad eləmədi. İndi keçən dəfə qızlar mənə məsləhət görmüşdü, yəni izləyicilərimlə söhbət gedir. Qaynar su tökünən qəşəng xlorla. İndi bu dəfə qaynar su tökəcəm. Görün necə olacaq. Ayağın altına polları sildim, süpürdüm. İndi bir dənə ayağın altına belə balaca bir darışqa qoyum özüm üçün. Baxın, belə bir darışqam var idi. Keçən il almışdım, yadınızdadır. Amma balacaydı, balaca oldu. Qoydum elə ayaq altına kuxnaya. Qabları yudum, bir-iki dənə qab var, onları da yuyum. Maşını da gətirdim, qoydum bura. Yudum, indi taxacam, qoyacam yerinə. Всё. İstəyirəm mən sizinlə burada sağollaşım. Bir-iki dənə də iş var, onları da görüm. Hər birinizi öpürəm. Çox sağ olun ki, izlədiniz. Sağ olun, sağla qalın, özünüzə yaxşı baxın. Hər birinizi öpürəm, çox istəyirəm, bağrıma basıram. Hələlik.